Dostlar, salam. Bilirsiniz, məni həkim kimi ən çox nə düşündürür? İnsanların səhər yataqdan qalxmağı, belə öz bədəni ilə mübarizə kimi yaşaması. Ayaqları yataqdan aşağı salırlar, amma dərhal qalxmırlar. Çünki dizlər hələ oyanmayıb, sərtlik olur, ağrı olur, ilk addımlar çətin olur. Və ən acısı nədir, bilirsiniz? Çox insan bunu normal hesab edir. Yaş artıb, belə olmalıdır, artıq əvvəlki kimi deyiləm. Halbuki bu, çox vaxt sadəcə siqnaldır. Bədən sizə deyir, dizlərə diqqət lazımdır. Və ən yaxşı vaxt nə vaxtdır? Məhz səhər, gözünüzü açdığınız ilk dəqiqələrdə. Bugün sizə hər səhər edilə bilən 5 sadə hərəkət göstərəcəm. Heç bir avadanlıq lazım deyil, yerə uzanmaq lazım deyil. Hətta ilk 2 hərəkəti yataqdan qalxmadan edəcəyik. Və videonun sonunda sizə əlavə bir səhər qaydası da verəcəm. Cəmi 1 dəqiqə çəkir. Amma oyna hərəkətini ciddi şəkildə rahatlaşdıra bilər. Mən Doktor Azərəm. Gəlin başlayaq. 5-ci hərəkət. Yataqda daban sürüşdürməsi. Səhər yeni oyanmısınız. Bədən saatlarla hərəkətsiz qalıb. Oynaq mayesi daha qalın vəziyyətə gəlib. Sanki soyuducuda qalan bal kimi. İlk məqsədimiz nədir? Dizə yük vermədən onu yumşaq şəkildə hərəkətə gətirmək. Arxası üstə uzanın. Bir ayağı düz saxlayın. Digər ayağın dabanını yavaş-yavaş özünüzə tərəf sürüşdürün. Diz bükülür, amma ağrıya məcbur etmirsiniz. Sonra ayağı yenidən yavaş şəkildə düzəldin. Kəskin hərəkət etməyin, sakit və kontrollu edin. Bu hərəkət nə edir? Oynaq içindəki mayenin hərəkətini artırır. Diz oyanmağa başlayır. Hər ayaq üçün 10 dəfə edin. Və çox insan artıq bu mərhələdə dizin daha rahat hiss olunduğunu anlayır. 4-cü hərəkət. Ön bud əzələsini oyatmaq. Diz üçün ən vacib qoruyuculardan biri ön bud əzələsidir. Bu əzələ güclü olanda dizə düşən yük azalır. Amma səhər bu əzələ də yatmış vəziyyətdə olur. İnsan birbaşa ayağa qalxanda yük birbaşa dizə düşür. İndi nə edəcəyik? Yenə arxası üstə uzanın. Ayaqları düz saxlayın. Sonra dizin arxa hissəsini yatağa doğru basın. Ön bud əzələsinin yığıldığını hiss edin. 5 saniyə saxlayın. 1, 2, 3, 4, 5. Sonra tam boşaldın. Bu hərəkətin üstünlüyü nədir? Əzələ işləyir. Amma dizin özü demək olar ki, hərəkət etmir. Bu səbəbdən çox təhlükəsizdir. Hətta yaşlı insanlarda, artroz olanlarda belə rahat tətbiq olunur. Hər ayaq üçün 10 dəfə edin. Və vacib bir detal. Nəfəsi saxlamayın, normal nəfəs alın. Xüsusilə səhər saatlarında beynin oksigenə ehtiyacı olur. 3-cü hərəkət. Oturaq vəziyyətdə diz açılması. Artıq yatağın kənarında oturun. Ayaqlar yerə dəysin. Sonra bir ayağı yavaş-yavaş qabağa doğru açın. Dizi mümkün qədər düzləşdirin. Yuxarı nöqtədə 3 saniyə saxlayın. Sonra yavaş şəkildə aşağı endirin. Ayağı birdən salmayın. Əslində, əzələ üçün yavaş endirmə çox faydalıdır. Bu hərəkət nəyi gücləndirir? Yerimək, pilləkən qalxmaq və stuldan qalxmaq üçün vacib olan əzələləri. Bir vacib detal da var. Ayaq tam düzələndə ön bud əzələsini biraz da sıxın. Məhz bu hissə diz stabilliyi üçün çox vacibdir. Hər ayaq üçün 10 dəfə edin. 2-ci hərəkət. Ayaq üstə diz dairələri. Artıq ayağa qalxırıq. Divardan və ya stuldan dəstək alın. Dizləri çox az bükün. Əllərinizi dizlərin üstünə qoyun. Sonra yavaş dairələr etməyə başlayın. Sağa, irəli, sola, geriyə. Kiçik və rahat dairələr. Bu hərəkət nə edir? Oynaq müxtəlif istiqamətlərdə hərəkət edir. Oynaq mayesi daha yaxşı yayılır. Əgər müəyyən nöqtədə sərtlik hiss edirsinizsə, oradan qorxmayın. Sadəcə daha yavaş edin. Bir neçə gündən sonra həmin sərtlik hissinin azaldığını görə bilərsiniz. Əgər sizdə menisk problemi olubsa və ya fırlanma hərəkətləri qadağan edilibsə, bu hərəkəti etməyin. Onun yerinə əvvəlki hərəkəti daha çox təkrarlayın. 1-ci və ən vacib hərəkət. Divara söykənərək yüngül oturub qalxma. Bu hərəkət çox vacibdir. Çünki diz qapağını stabil saxlayan xüsusi əzələni aktivləşdirir. Divara söykənin. Ayaqları bir qədər qabağa qoyun. Çiyin enliliyində açın. Sonra çox az aşağı sürüşün. Dərin çömbəlmək lazım deyil. Sadəcə yüngül diz bükülməsi. Ən vacib hissə budur. Çox aşağı düşməyin. Bu vəziyyətdə 10 saniyə qalın. Ön budun iç hissəsində işləmə hiss etməlisiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sonra yavaş şəkildə qalxın. Əgər divar narahatdırsa,
stuldan dəstək alaraq da edə bilərsiniz. Əsas məqsəd dizi sabit saxlayan əzələləri oyatmaqdır. Əlavə səhər qaydası. Videonun əvvəlində söz verdiyim hissə. Çox vacib bir həqiqət var. Oynaq qığırdağının öz qan dövranı yoxdur. O daha çox oynaq mayesindən qidalanır və bu maye hərəkətlə aktivləşir. Amma başqa vacib faktor da var. Su. Gecə boyunca bədən susuz qalır. Oynaq mayesi qalınlaşır. Ona görə bütün hərəkətlərdən sonra bir stəkan otaq temperaturunda su için. Çox soyuq su yox. Sonra hər ayaq üçün 10 yavaş topuq dairəsi edin. Bu cəmi 1 dəqiqə çəkir, amma qan dövranına və oynaq hərəkətinə kömək edir. Səhər ardıcıllığını necə etmək lazımdır? Gəlin hamısını qısa şəkildə yığaq. Səhər gözünüzü açdınız. 1. Yataqda daban sürüşdürməsi. 2. Ön bud əzələsini aktivləşdirmə. Sonra yatağın kənarında oturaraq diz açma hərəkəti. Ayağa qalxdıqdan sonra diz dairələri. Daha sonra divara söykənərək yüngül oturub qalxma və sonda bir stəkan su və topuq dairələri. Bu ardıcıllıq ümumilikdə təxminən 8-10 dəqiqə çəkir. Ən vacib nəticə. Mən hər gün görürəm. 60, 70, hətta 80 yaşında insanlar səhər sərt dizlərlə yaşayırlar. Amma bir neçə həftə düzgün hərəkətdən sonra özlərini daha rahat hiss etməyə başlayırlar. Pilləkən qalxmaq asanlaşır, yerimək rahatlaşır. İlk addımlar ağrılı olmur. Ən vacibi isə budur. İnsan yenidən öz bədəninə güvənməyə başlayır. Dizləriniz qırılmayıb. Çox vaxt sadəcə uzun müddət diqqətsiz qalıb. Mən sizə bir həftəlik məqsəd verirəm. Bu hərəkətləri 7 səhər edin. Sonra özünüzdən soruşun. İlk addımlar dəyişdimi? Mən doktor Azərəm. Növbəti videoda çox maraqlı və vacib bir mövzudan danışacağıq. Əllərdə keymə. Vitamin çatışmazlığı yoxsa sinir? Çünki bəzən sadə keymə bədənin çox vacib siqnalı ola bilər. Sağ olun, salamat qalın.